Скажите честно, женщина вообще должна работать? Или мы просто привыкли требовать от нее слишком много? Сразу скажу, я сама работаю и ничего не имею против работы. Но давайте честно, от женщины сегодня хотят все. Работай, желательно до изнеможения. Вернулась домой? Теперь убери, приготовь, накорми всех, помой посуду, постирай. Будь хорошей мамой, хорошей женой, всегда красивой, всегда ухоженной, всегда с улыбкой. И не дай бог скажешь, я устала. Сразу услышишь, а что ты такого сделала? Я не говорю, что женщина вообще не должна работать. Если она хочет, если семье это нужно, почему нет? Но почему мы считаем нормальным взвалить на женщину сразу 2, а иногда и 3 смены? Может быть, вопрос не в том, должна ли женщина работать, а в том, должны ли обязанности в семье быть общими. Потому что счастливая женщина – это не та, которая все тянет молча, а та, которую ценят, уважают и которой помогают. А как считаете вы? Женщина должна работать или у нее должен быть выбор? Qadın mütləq işləməlidir, yoxsa biz qadından həqiqətən artıq çox şey istəyirik? Əvvəlcədən deyim, mən özüm də işləyən qadınam. Mən qadının işləməyinə qarşı deyiləm. Amma bir sualım var. Niyə qadından hər şeyi gözləyirik? İşlə, pul qazan, evə gəl, yemək bişir, evi yığışdır, uşaqlara bax, hamını yedir, həmişə baxımlı ol, həmişə gülər üzü ol və bir dəfə də yoruldum desən, deyəcəklər, nə etmisən ki, yorulmusan? Mən demirəm ki, qadın işləməsin, əlbəttə işləyə də bilər, amma niyə həm işləyən, həm evə baxan, həm uşaqları böyüdən, həm də hamını xoşbəxt etməyə çalışan yenə qadın olmalıdır. Bəlkə problem qadının işləməsində deyil. Problem ondadır ki, bütün yükü bir nəfərin çiyinlərinə qoymuşuq. Ailə 2 nəfərlə qurulur. Deməli, məsuliyyət də 2 nəfərin arasında bölüşməlidir. Siz necə düşünürsünüz? Qadın işləməlidir, yoxsa onun seçim haqqı olmalıdır? Fikirlərinizi səhifəmə yazın və abunə olmağı unutmayın.